Söhbət hansı gündən gedir? Vaxt getdi. Düzgün cavabı elan edirəm. Düzgün cavab 27 sentyabr. Azərbaycan ordusunun müharibənin 14-cü günündə azad etdiyi ərazinin adını qeyd edin. Vaxt getdi. Həsrət körpümüzün həsrətinə son qoyulduğu günü qeyd edin. Vaxt getdi. Vaxt getdi. Düzgün cavabı elan edirəm. Düzgün cavab 18 oldu. Bu ərazinin azad olunması ilə Azərbaycan ordusu Azərbaycanın cənub sərhədlərinə nəzarəti ələ aldı. Söhbət hansı yaşayış məsələmizdən gedir? Vaxt getdi. Düzgün cavab Zeydanın Ahmet döyüş meydanında kənarda yerləşməsinə baxmayaraq, gecə saatlarında murdar düşmənin Gəncə şəhərini raket zərbələrinə məruz qoyduğu gün, günün səhərisi biz Nizaminin göz yaşlarını Füzuli sildi dedik. Söhbət hansı gündən gedir? Vaxt getdi. Dikkat ettiğimizde Nizaminin gözyaşları Füzuli sildi diye bir ifade işlenir. Söhbət Füzuli Rəmişxanın azad edildiği 17 44 günlük Vətən Savaşı günlərində Ali Baş Komandanımızın xalqa müraciət edəcəyi günləri səbirsizliklə gözləyirdik. Ali Baş Komandanımız hər dəfə televiziya vasitəsilə çıxış edərkən düşmən ölkənin baş nazirinə kinayə ilə hansı sualı verirdi? Vaxt getdi. Düzgün cavab nə oldu? Oktyabr ayında azad olunmuş bu şəhərin azad edilməsi tarixi 400 ədədinin kvadrat kökündən çıxan ədədlə ifadə olunur. Söhbət hansı rayonumuzdan gedir? Vaxt getdi. Vaxt getdi. Düzgün cavabı elan edirəm. Düzgün cavab Zəngilan. Şuşanın azad olunmasının cəngavərlərindən biri Ağdaşlı Şuşa Fatihimiz kimdir? Vaxt getdi. Vaxt bitdi. Düzgün cavab Gündüz Səfəri. Vətən müharibəsində azad olunan ilk şəhər mərkəzimiz Vətən müharibəsinin neçənci günündə azad edilmişdir? Vaxt getdi. Düzgün cavab Vətən müharibəsinin 9-cu günündə. Azərbaycan ordusu düşmənin hava hücumundan müdafiə sistemlərini aşkara çıxarmaq üçün özlərinə məxsus bir üsuldan istifadə edirdi. Bu üsulun adı nədir və bu üsul necə həyata keçirilirdi? Tam cavab yazın. Vaxt getdi.
gedik sevirik biz vətəni. Sana ümidlə baxırıq. Sən özün fikirləş ki, kimsənə məni. Səni sağlı necə dardan yaşa Azərbaycan, yaşa Azərbaycan. Düzgün cavabı elan edirəm. Düzgün cavab. Söhbət su qovuşması. Şuşanın azad olunması Vətən müharibəsinin neçənci gününə təsadüf edir. Bax getdi. Şuşa uğrunda döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş məktəbimizin məzununun adını qeyd edin. Bax getdi.